milli komandaya bağlı toxunacağım digər detal, Ayxan Abbasov milli komandada tərs yüzünü göstərdi ki, futbolçuya Abdullah Xaybullayev və Anton Krivatsuk milli komandanın düşərgəsindən qovuldu. İkinci qoldan sonra Malta ilə oyunda buraxılan ikinci qoldan sonra futbolçular meydanda mübahisə etdilər və Ayxan Abbasov bunu bağışlamadı. Qısaca bu məqam kollektivə necə təsir edə bilər? Sözün açığı, mən gördüyüm həmən epizodu deyirəm, Abdullahın da futbol sələdiyi. Neysə, mən gördüyüm o... Mən də futboldan çox səninlə məşhurlar. Valla, mən ağzımı açdım Abdullah, dedim Abdullah Xaybullayev. Maşallah, milli komandada getdi, çıxdı. Sabahın da ən belə çempionluqda uğurlu olan futbolçularından biri idi. Tək işləri yaxşı elə getsin, bundan da yaxşı oyunlar göstərsin. Sadəcə olaraq, məncə o epizodla bağlı, mən elə fikirləşirəm, yəni heç bir məlumatım yoxdur. O futbolun içində belə epizodlar olur. Yəni orada əlbəyaxa çıxılmayıb meydanın içində və yaxud da mən gördüyüm qədərilə ən azından kameralar onu göstərirdi. Kimsə itələməyib və yaxud da zərbə indirməyiblər də bir-birinə. Ancaq sözlə belə olub. Mən elə fikirləşirəm ki, əgər belə bir ağır qərar alınıbsa, meydandan, oyundan sonra nəyisə baş verib ki, elə bir qərar qəbul olunubdur ki, meydanda çox olur ki, belə hadisələr, futbolçular bir-birlərinə işlənirlər, emosiyalı olurlar, bəzən adrenalin qalxır, yəni xoş olmayan sözlər də deyə bilirlər bir-birlərinə. Amma oyun qutarır və o adrenalin dərhal aşağıya enir və gəlib bir-birlərinin əllərini sıxırlar, qutarır gedir. Qərar bu qədər ağırdırsa, demək ki, orada sakitləşmir. Əgər belə bir qərar olubsa, demək ki, mən elə fikirləşirəm, amma yenə də deyirəm, bilmirəm belə bir şey var, yoxsa yoxdur. Ehtimal olar. Oyundan sonra nəysə orada müəyyən ola bilsin ki, bir şeylər baş verib. Soyunub geyinmə otağında. Maraqlıdır.